Mən niyə soruşdum İran-ABŞ qarşıdurması savaşı, yəni onsuz o xaosa dünya xaosa sürüklənir, hər kəs öz başını, öz hayındadır, öz başını qoruyur. Bəs Azərbaycan belə bir məqamda Azərbaycanı nə gözləyə bilər, Azərbaycan nə etməlidir? Bu istiqamətdə mən ona görə İsrail, ABŞ, İran münasibətlərinin bax o gərginləşməsinin regiona təsir imkanları və belə olan məqamda Azərbaycanın rəsmi Bakının edə biləcəyi addımlar. Bilirsiniz, o deyir, qonşu və yaxud bəzən dost deyirlər. Düzdür, biz dost deyilik, qonşu yox. Onun mövqeyi yaşın, daha doğrusu çətin zamanlarda hiss olunur ki, kim kimdir və kim hansı mövqeyi tutur. Azərbaycan bugün İranın bu belə deyək, həyəcanlı bir devirdə öz dəstəyini əsirgəmir. Bax, İranla nümayəndələri ilə görüşü, təhlükəsizlik xidməti ilə görüşü, müəyyən bu proseslər. Hətta mən deyərdim ki, Azərbaycanın İsraillə olan münasibətlərini nəzərə alsaq, ola bilsin ki, Azərbaycan hardasa bir vasitəçi rolda oynayır. Bunu biz açıq görməsək də, ancaq belə bir cəhdlər var, hiss olunur ki, bu münaqişə formasına keçməsin. Azərbaycanın maraqlarına da uyğundur. Təbii, Azərbaycanın maraqlarına, ümumiyyətlə hər bir dövlətin mən deyərdim ki, maraqlarına sülh uyğundur və maraqlıdır bunda, əgər düzdür, başqa bir hansıdırsa belə deyək, proseslər getmirsə və yaxud məqsədlər yoxsa. Bugün əlbəttə, İranda nəsə baş versə, biz bilirik ki, qaçqınlar, belə deyək, devri başlayacaq. O qaçqınlar İrandan hara üst tutacaqlar? Təbii ki, Azərbaycana üst tutacaqlar. Azərbaycan 11 milyon nüfuzu olan bir, belə deyək, respublikadır. Əgər biz İranı götürsək, 30-35 milyon ancaq Azərbaycanlıların orada olması. Yəni bunlar hamısı əlbəttə, ümumiyyətlə mən deyərdim ki, ancaq Azərbaycana yox, bütün region üçün belə deyək, çox təhlükəli bir, gərgin bir haldır. Və ona görə də bugün Azərbaycanın siyasəti və Azərbaycan Respublika apardığı, bu tutduğu mövqe, cənab prezidentin İranla bağlı, belə deyək, müəyyən bir bu yəni siyasəti onu göstərir ki, Azərbaycan maraqlıdır ki, İranla bu gərginliyə müəyyən bir şəkildə gərginlik fazasından artıq başqa bir daha belə deyək, ehtimallı sülh istiqamətində inkişaf eləsin. Ona görə bugün Azərbaycan diplomatiyası bu prosesdə məhz bu rolu oynamaq istəyir və bunu prinsip cəhətdən gizlətmir. Ona görə də mən düşünürəm ki, İran gec-tez, baxmayaraq ki, onların Azərbaycanına qarşı tez-tez son zamanlar biz haqsız siyasətinin də belə deyək, şahidi oluruq. Ancaq mənə elə gəlir ki, vaxt gələcək və bu fonda da İran başa düşəcək ki, Azərbaycan doğrudan da səmimi olaraq dostluq, qonşuluq, sülhə istiqamətləndirilmiş siyasət aparır və bunu bizim qonşu İran İslam Respublikasına da arzulayır.